Salam, mən TTM Tədris Mərkəzinin tarix müəllimi Rüstəmizadə Nərmin. Bugün sizlərlə tarix fənnindən ibtidai icma quruluşunun test izahını edəcəyik. Testə keçmədən öncə sizdən xahişim, kanala abunə deyilsinizsə kanalımıza abunə olmağınızı və bildirimləri açmağı, rəy yazmağınızı unutmayın. İndi isə gəlin keçək birinci test sualımızın izahına. Azərbaycanda at paleolit öyrənilmişdir. A variantı Azıq mağarasından əldə edilən tapıntılar əsasında. Bəli, cavabımız A variantıdır. Kür-Araz mədəniyyəti əsasında erkən Tunc dövrüdür. Kür-Araz mədəniyyəti, ona görə də B variantımız yanlış cavabdır. Babadərviş yaşayış yerindən tapılmış materiallar əsasında C variantı yanlış cavabdır. At paleolit dövrümüzə aid deyil. Qobustandakı qədim qayəstü təsvirlər əsasında D variantı da yanlış cavabdır. Qobustan mezolit dövrünə aiddir. Naxçıvanda Kültəpə abidəsi əsasında bu variantımız da yanlışdır. Erkən Tunc dövrünə aiddir. Ona görə də cavabımız A variantıdır. Deməli, ikinci sualın izahına keçəyim. Neolit dövründə yığıcılıq və ovçuluq əsas məşğuliyyət sahəsi oldu. A variantı yanlış cavabdır. İlkin əkinçilik vərdişlərinin meydana çıxması mezolit dövrüdür. Heyvanların əhilləşdirilməyə başlanması mezolit dövrüdür. Müxtəlif sənət sahələrinin meydana gəlməsi, bəli, cavab D variantıdır. Neolit dövrünə aiddir. Heyvanların daha uzaq məsafədən ovlanmağa başlanması isə bu da mezolit dövrüdür. Ona görə də cavab D variantıdır. Keçək üçüncü sualın izahına. Alt və orta paleolit dövrlərinin ümumi cəhətini deyir. Ağıllı insanın formalaşması bizdə üst paleolit dövrüdür. İlk əkinçilik vərdişlərinin yaranması bu bizdə mezolit dövrüdür. Neandertal adlanan yeni insan tipinin mövcud olması deyirsə, bizdə alt paleolit dövründə bacarıqlı insan idi. Neandertal adlanan yeni insan tipinin yaranması orta paleolit dövründəndir. Ona görə də C variantını çıxırıq. Əmək alətlərinin daşdan hazırlanması, bəli, bu doğru cavabdır. Alt paleolit dövründən ta ki tün dövrlərdə, son Tunc dövrünə qədər əmək alətləri daşdan hazırlanırdı. İctimai əmək bölgüsünün baş verməsi isə bu bizdə erkən Tunc dövründən başlayır. Cavabımız olur D variantı. Dördüncü sual. Dördüncü sualda bizdə paleolit və mezolit dövrlər üçün oxşar cəhəti sorulur. A variantında qəbilə icmasının yaranması deyir. Qəbilə icması yaranıb bizdə üst paleolit dövründə. Yaranması dediyinə görə biz bunu mezolit dövrü üçün oxşar cəhət götürə bilmərik. A variantı ona görə yanlışdır. Əkinçilik və maldarlığın əsas məşğuliyyət olması isə paleolit dövrü üçün yanlış cavabdır. Axirət dünyası inamın yaranması paleolit dövrünə aiddir, ancaq mezolit dövrü üçün oxşar cəhət kimi götürə bilmərik, çünki burada bizdə yaranması deyil. D variantında istehlak təsərrüfatının mövcud olması, bəli, D variantı doğru cavabımızdır. Tayfa ittifaqlarının mövcud olması isə bu isə bizdə Tunc dövrünə gedir. Ona görə də Y variantı da yanlış cavabdır. Gəlin keçək 5-ci sualın izahına. 5-ci sualda bizdə deyir ki, ilk şəhər mərkəzlərinin yaranması, burada cədvələ baxırıq ki, qarşısında 1 göstərir və 1-in altında neolit yazıb. İlk şəhər mərkəzlərinin yaranması bizdə bu Orta Tunc dövrünə aiddir. Sənətkarlığın müstəqil sahəyə, ona görə də bu yanlışdır. Biri variantlardan avtomatik olaraq silirik. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi, bu da bizdə Orta Tunc dövrünə aiddir. İkinci ictimai əmək bölgüsü nəticəsində. Bunun qarşısında 2 və 3 verib, 2-yə eneolit dövrü verib. Yanlışdır. 3 isə Orta Tunc dövrünü göstərir. Bəli, cavabımızın biri 3-dür. İlk metal əldə edilməsi. İlk metal əldə edilib bizdə eneolit dövründə, bu da bizdə misdir. İlk metalın əldə edilməsini erkən dəmir dövrünə verib. Bu ona görə yanlış cavabdır. Oturaq həyata keçid. Oturaq həyata keçid əlbəttə ki, biz bilirik ki, neolit dövründə başa çatır. Artıq ona görə də cavab burada 5-i götürürük. 3-5 doğru cavabımızdır. Burada oturaq həyata keçidi eneolit dövrü göstərib, ona görə də yanlışdır. Cavabımız 3-5 B variantıdır. Daha sonra, deməli, bizdə 6-cı sual. 6-cı sualda yenə bayaqki qaydada digər sualdan oxşar sualdır. Burada bizdə 6-cı sualda deyir toxuculuğun yaranması. Toxuculuğun yaranması, Neandertal adamın yaranması, ilk metalın əldə edilməsi, Kür-Araz mədəniyyətinin formalaşması.
Deməli, toxuculuğun yaranmasını göstərir bizdə erkən tunç dövrü. Bir yanlış cavabdır, bir çıxırıq. Neandertal adamın yaranmasını orta paleolit dövrünə götürür. Bəli, düzdür. Neandertal adam orta paleolit dövründə yaranıb. Alt paleolitdə bacarıqlı insan, orta paleolitdə Neandertal, üst paleolitdə isə Homo sapiens, yəni ağıllı insan yaranıb. İlk metalın əldə edilməsi bizdə misdir. Bayaq da qeyd etdim. Mis də əldə edilib eneolit dövründə. Bizdə isə ilk metalın əldə edilməsini erkən tunç göstərir. Ona görə də 4 yanlışdır. Kür-Araz mədəniyyətinin formalaşmasıdır. 4 yanlışdır. Bəli, ilk metal əldə edilməsi 3. 2-3 düzgün cavabdır. Kür-Araz mədəniyyətinin formalaşması isə erkən tunç dövrünə aiddir. Bizdə isə erkən dəmir və orta paleolit dövrü göstərir. Ona görə də hər ikisi yanlış cavabdır. Doğru cavabımız 2-3 Y variantıdır. 7-ci sual. Azərbaycanda neolit dövrü üçün səciyyəvi idi. Deməli, neolit dövründə ilk əkinçilik vərdişlərinin yaranması. Bu bizdə mezolit dövrünə aiddir. A variantını çıxdıq. B variantında metal alətlərdən istifadə edilməsi, bu bizdə eneolit dövrünə aiddir. Mənimsəmə təsərrüfatının yaranması. Mənimsəmə təsərrüfatı bizdə alt paleolit dövründən mövcud olub. C variantını çıxırıq, çünki bizdə burada yaranması deyir. Əhalinin oturaq həyata keçməsi, bəli, bayaq dedik ki, əhali oturaq həyata keçir. Neolit dövründə cavab D variantıdır. Ev və heyvanların əhilləşdirilməsinin başa çatması. Heyvanların əhilləşdirilməsinə başlanılması mezolit dövründən başlayır, eneolit dövründə sona çatır. Bizdə də burada başa çatması dediyinə görə Y variantında çıxırıq, eneolit dövrünə aiddir. Ona görə də düzgün cavabımız D variantıdır. 8-ci sualda deyir, üst paleolit dövrünə aiddir. Aha, paleolit dövrü, üst paleolit, bacarıqlı insan yaranıb alt paleolit dövründə. İnsanların suni od əldə etməyə başlaması. Təbii od yaranıb alt paleolit dövründə, suni od orta paleolit dövründə. B variantında çıxdıq, A variantında çıxdıq. Axirət dünyasına inamın yaranması, bunu artıq alt paleolit dövrü kimi götürürük, C variantını çıxırıq. İnsanların qəbilədə yaşaması, bəli, üst paleolit dövründə artıq ulu icma dağılır və onun yerinə qan qohumluğu əsasında qəbilə icması, yəni nəsli icma yaranır. Doğru cavabımız B variantıdır. Oddan ilk dəfə istifadə edilməsi, təbii ki də bu təbii oddan istifadə nəzərdə tutulur və bu da alt paleolit dövründəndir. Ona görə də Y variantı da səhvdir. Doğru cavabımız D variantıdır. Deməli, 9-cu sualda. 9-cu sualda artıq bizdə deyir ki, mezolit dövrü üçün səciyyəvi deyil, aid olmayanı götürəsiyik. A variantında ox və kamanın ixtira olunması deyir. Əlbəttə ki, bu mezolit dövrüdə A-nı çıxırıq. Heyvanların əhilləşdirilməyə başlanması, bəli, mezolit dövrüdə B variantında çıxırıq. Tayfa ittifaqlarının yaranması. Aha, cavabımız C variantıdır. Tayfa ittifaqlarının yaranması bizdə artıq tayfa yaranıb erkən tunçda, tayfa ittifaqlarının yaranması isə orta tunç dövrüdür. Ona görə də aid deyilsə cavabı C variantıdır. İstehsal təsərrüfatına keçidin əsasının qoyulması. Baxın, keçid əsası qoyulur mezolit dövründə, ancaq keçid başa çatır. Yəni istehsal təsərrüfatı artıq yaranır. Bunu biz neolit dövrü kimi götürürük. İlk əkinçilik vərdişlərinin yaranması isə yenə əlbəttə ki, mezolit dövrünə aiddir. Ona görə də doğru cavabımız C variantı edir. 10-cu sualda. Neandertal adama aiddir deyir. Neandertal adam biz bildiyimizə görə orta paleolit dövründə yaranmışdı və biz də ona görə orta paleolit dövrünə aid olan cavabı götürəcəyik. Deməli, ilk insan məskənlərinin salınması, ilk insan məskənlərimizin salınması bəlli ki, bu alt paleolit dövrünə aiddir. Ona görə A variantı səhvdir. Ovçuluq və yığıcılıqla məşğul olması. Bəli, burada siz sırf biz orta paleolitə aid olanı, yalnız orta paleolitə aid olanı götürməliyik. Ona görə də doğru cavabımız B variantıdır. İlk dəfə heyvanların əhilləşdirilməsi bu mezolit dövrüdür. Qəbilə icması şəklində yaşaması, qəbilə icması üst paleolit dövründən başlayır. Bu da artıq ağıllı insanın dövrünə düşür. İlk dəfə daşdan əmək alətlərinin hazırlanması isə bu da alt paleolit dövrünə aiddir. Ona görə doğru cavabımız B variantıdır. Deməli, digər bir sualımız da Neandertal adama aiddirlə bağlıdır. Yəni, yenə bizdən sorucur orta paleolit dövrünə.
A variantı ulu icmada yaşaması, bəli, düzdür. A variantı doğru cavabdır. Çünki ulu icma dağılır üst paleolit dövründə, yəni yerində yaranır qəbilə icması. Üst paleolitdə də yaranan insanımız ağıllı insandır, yəni Homo sapiensdir. Toxuculuqla məşğul olması bu ağıllı insana aiddir. Oturaq həyat sürməsi əlbəttə ki, yenə bu da ona aid deyil. Qəbilə icmasında yaşaması üst paleolit dövründən də artıq D variantında çıxırıq. İlk daş alətlərinin hazırlanması isə alt paleolit dövrünə düşür. Alt paleolit dövründə isə yaşayan insan bacarıqlı insan idi. Ona görə də Y variantı da yanlış cavabdır. Doğru cavabımız A variantıdır. Aha, növbəti sualımız 12-ci sual. Uyğunluğu müəyyən edin. Orta daş dövrü, yəni mezolit dövrünü deyir bizdə. Orta daş dövrünə göstərir bizdə 1 və 2-ni. 1-də deyir ana xaqanlığının mövcud olması. Bəli, qəbilə icması ana xaqanlığı mövcud olması dediyinə görə bəli, düz cavab 1-1-dir. Çünki ana xaqanlığı bizdə üst paleolitdən erkən tunc dövrünə qədər mövcud olub. Erkən tuncdan artıq ana xaqanlığını ata xaqanlığı əvəz eləyib. 2-yə baxırıq. 2-də deyir ki, qəbilə icmasının yaranması. Qəbilə icmasının yaranması artıq bizdə üst paleolit dövrüdür. Yaranma dediyinə görə orta daş dövrünə götürə bilmərik. 2 yanlışdır. Yeni daş dövrünə baxırıq. Yəni neolit dövrünə. Bizdə 3 və 4-ü göstərir. 3-də ana xaqanlığının mövcud olması deyir. Mövcud olması bəli, yenə dediyim kimi üst paleolitdən erkən tunca qədər mövcud olur. Cavabımız 1-3-dür. 4-də yenə deyir qəbilə icmasının yaranması sözünə görə yanlışdır. Mis daş dövrünü isə bizdə deyir ki, birinci böyük ictimai əmək bölgüsünün baş verməsidir. Xeyr, birinci ictimai əmək bölgüsü erkən tunc dövründə baş verir. Ona görə də yanlışdır. Doğru cavabımız 1-3 C variantıdır. Digər bir suala keçək. 13-cü sual. 13-cü sualda deməli orta daş dövrü, yeni daş dövrü və mis daş dövrü. Deməli, orta daş dövründə birincidə göstərir ki, mikrolit alətlərdən istifadə edilməyə başlanması. Orta daş dövrü mezolit dövrüdür. Mezolit dövründə bəli, mikrolit əmək alətlərindən istifadə edilmişdir. Doğru cavab 1-1-dir. Aha, deməli, 2-də deyir ki, sənətkarlığın müstəqil sahəyə çevrilməsi. Xeyr, orta daş dövründə sənətkarlıq müstəqil sahəyə çevrilməyib. Orta tunc dövründə ikinci ictimai əmək bölgüsü nəticəsində sənətkarlıq müstəqil sahəyə çevrilib. 2 yanlış cavabdır. Yeni daş dövrü. Yeni daş dövründə deyir mikrolit əmək alətlərdən istifadəyə başlanması. Başlanması mezolit dövrüdür. Ona görə də bu da yanlışdır. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi yeni daş dövrü deyil, orta tunc dövrüdür. 4-də çıxırıq. Mis daş dövründə isə toxa əkinçinin inkişaf etməsi bəli, düz cavabdır. Toxa yaranır, deməli, neolit dövründə, ancaq toxa əkinçiliyi inkişaf edir eneolit dövründə. Ona görə də doğru cavabımız 1-5 C variantıdır. Digər sual 14-cü sual. 14-cü sualda 1-2 qoy. Heyvanların uzaq məsafədən ovlanmağa başlandı. İnsanlar qida ehtiyatlarını daha da artırdılar. Verilənlər hər ikisinin nəticəsidir. Deməli, hər ikisinin oxşar cəhətini göstərməliyik. Heyvanların uzaq məsafədən ovlanması və insanların qida ehtiyatını daha da artırması. İlk əmək alətlərinin hazırlanması bu yanlış cavabdır. Təbii ki, bilirik ki, heyvanların uzaq məsafədən ovlanmasına şərait yaradan amil mezolit dövründə ox və kamanın ixtira edilməsi idi. Ona görə də elə cavabımız E variantıdır və ox və kamanın ixtirası nəticəsində də insanlar qida ehtiyatlarını artırırlar və artıq o insanlar ovladıkları heyvanları ovlayarkən daha təhlükəsiz vəziyyətdə olurdular. Ona görə də cavab Y variantıdır. 15-ci sual. Keçək 15-ci suala. 15-də. Deməli, toxuculuq və saxsı qablar istehsalının yarandığı bizdən dövr sorulur. Konkret sualdır. Toxuculuq və saxsı qablar əlbəttə bilirik ki, neolit dövründədir. 16-cı sual. Deməli, mis alətlərinin hazırlanmasına başlanması, təsərrüfatda əsasən daş alətlərdən istifadə edilməsi. Verilənlərin hər ikisinin aid olduğu dövr. Əlbəttə ki, mis alətlər görürüksə, burada avtomatik cavab bilməliyik ki, eneolit dövrü bizdən sorulur. Baxaq, burada görək nə verib. Bəli, A variantı eneolit dövrünə aiddir. Düzdür, mis əldə edilir, amma misdən hazırlanan alətlər yumuşaq olduğundan və tez dağıldığına görə daş alətlər yenə də öz mövqeyini qoruyub saxlayırdı. Digər bir sual.
İlk əkinçilik vərdişlərinin yaranması, ibtidai maldarlığın əsasının qoyulması. İlk əkinçilik vərdişlərinin yaranması əlbəttə ki, bilirik ki, biz mezolit dövrünə aiddir. Mezolit dövrü orta daş dövrü hesab olunur. Ona görə də 17-də cavabımız E variantıdır. 18-ci sualda deyir ki, uyğunluq pozulmuşdur. Yəni bizdən yanlışı soruşur. A variantında deyir, üst paleolit dövrü ağıllı insanın yaranması. Üst paleolit dövrü ağıllı insanın yaranması, bəli, düz cavabdır. Orta Tunc dövrü sənətkarlığın müstəqil sahəyə çevrilməsi, bəli, bu da düz cavabdır. İkinci ictimai əmək bölgüsü nəticəsində sənətkarlıq müstəqil sahəyə çevrilir. C variantında deyir ki, alt paleolit dövrü insanların suni oddan istifadə etməsi. Alt paleolit dövrü insanların suni oddan istifadə etməsi yanlış cavabdır. Çünki alt paleolit dövründə insanlar təbii oddan istifadə edirdilər. Suni od orta paleolit dövrünə aiddir. Ona görə də yanlış cavabımız C variantıdır. D variantında yenə mezolit dövrü ibtidai heyvandarlığın meydana gəlməsi, bəli, bu düzgün cavabdır. Eneolit dövrü bizə məlum olan ev heyvanlarının demək olar ki, hamısının əhəlləşdirilməsi, bu da doğru cavabdır. Cavabımız C variantıdır. 19-cu sual. Növbəti sual 19-cu sualımız. 19-da deyir ki, uyğunluq gözlənilmişdir. Yığıcılıq istehsal təsərrüfatı. Xeyr, bu yanlış cavabdır. Çünki yığıcılıq mənimsəmə təsərrüfatına aiddir. Çünki təbiətin hazır nemətlərinə o zaman insanlar hazır nemətlərdən istifadə edirlər. Təbiətin hazır nemətlərindən istifadə edirlər. Bu da mənimsəmə təsərrüfatı, yəni istehlak təsərrüfatı adlanırdı. Ona görə də A variantı yanlışdır. Kür-Araz mədəniyyəti siklopik tikililərin yaranması. Xeyr, Kür-Araz mədəniyyəti erkən Tunc dövrüdür, ancaq siklopik tikililərin yaranması isə son Tunc dövrüdür. Ona görə də B variantı da yanlış cavabdır. Kür-Araz mədəniyyəti, C variantına deyir, Kür-Araz mədəniyyəti şumlanma zamanı qoşqu heyvanlardan istifadə olunması. Bəli, bu erkən Tunc dövrünə aiddir. C variantı düzgün cavabdır. Boyalı qablar mədəniyyəti erkən Tunc dövrü. Xeyr, orta Tunc dövrünə aiddir. Əkinçilik istehlak təsərrüfatı. Xeyr, istehlak deyil, istehsal olmalı idi. Ona görə də cavab Y variantı da yanlışdır. Cavabımız C variantıdır. 20-ci sual. Azərbaycanda neolit dövründə köçmə yaylaq maldarlığı yaranmışdır. Köçmə yaylaq maldarlığı erkən Tunc dövrüdür. İnsanlar ilk dəfə metalla tanış olmuşlar. Bu metal misdir. Mis də eneolit dövrüdür. Sənətkarlıq müstəqil sahəyə çevrilmişdir. Orta Tunc dövrünə aiddir. Toxa əkinçiliyi, xış əkinçiliyi əvəz etmişdir. Bu bizdə erkən Tunc dövrünə aiddir. Sümük və daşdan alətlərin hazırlanması isə bəli, düzdür, neolit dövrünə aiddir. Cavabımız E variantı olur. 21-ci sualda deyir, verilənlərin hamısı Azərbaycanda ibtidai icma cəmiyyətinin hansı mərhələsinə uyğundur? Ağıllı insanın formalaşmasının başa çatması, insanların ana xətti ilə qohumluq əsasında birləşməsi və qəbilə icmasının yaranması. Hər üçünün oxşar cəhəti əlbəttə ki, üst paleolit dövrüdür. 22-ci sual. Uyğunluq gözləmişdir. Neolit dövründə ikinci ictimai əmək bölgüsü meydana gəlmişdir. Xeyr, yanlışdır. İkinci ictimai əmək bölgüsü orta Tunc dövründədir. Sənətkarlıq müstəqil sahəyə çevrilir. Paleolit dövründə istehsal təsərrüfatına keçidin əsası qoyulmuşdur. Xeyr, dedik ki, paleolit istehsal təsərrüfatına keçidin əsası qoyulur mezolit dövründə. İstehsal təsərrüfatı formalaşır artıq, yaranır neolit dövründə. B variantı da yanlış cavabdır, A variantı da yanlış cavabdır. C variantında deyir, mezolit dövründə insanlar mikrolit alətlərdən istifadə etmişdilər. Bəli, C variantı doğru cavabdır. Tunc dövründə ilk dəfə metaldan əmək alətləri, xeyr, ilk dəfə metaldan əmək alətləri, ilk metal mis olduğuna görə bu da eneolit dövrü hesab olunur. Dəmir dövründə birinci ictimai əmək bölgüsü, xeyr, birinci ictimai əmək bölgüsü erkən Tunc dövrünə aiddir. Cavabımız C variantıdır. 23-cü sual. Daha əvvəl baş vermişdir. Bizdə əvvəli soruşur. İlkin şəhər mərkəzlərinin yaranması, ilk şəhər mərkəzləri orta Tunc dövrünə aiddir. Atdan minik və qoşqu vasitəsi kimi istifadə edilməsi bu erkən Tunc dövrünə aiddir. İnsanların toxuculuqla məşğul olması bu neolit dövrünə aiddir.
Birinci ictimai əmək bölgüsünün baş verməsi. Birinci ictimai əmək bölgüsü erkən tunc dövrünə aiddir. Mikrolit alətlərdən istifadə edilməyə başlanması isə bu da mezolit dövrünə aiddir. Bizdən əvvəl olan soruşursa cavab Y variantıdır. 24-cü sual. Ana xaqanlığının yaranması. Yenə bizdən əvvəli soruşur. Ana xaqanlığının yaranması deyirsə üst paleolit. Axirət dünyasına inam alt paleolit. B düzgün cavabımızdır. Köçmə yaylaq maldarlığının meydana gəlməsi. Bu erkən tunc dövrüdür. Üzümçülük və bağçılıq sahələrinin meydana gəlməsi. Bu orta tunc dövründədir. İstehsal təsərrüfatının meydana gəlməsi isə bu da neolit dövrüdür. Bizdən daha əvvəl baş vermişi soruşursa, əlbəttə ki, B variantıdır. 25-ci sual. Orta daş dövrünün əlamətlərindən biridir. Yəni bizdən soruşduğu mezolit dövrüdür. İlk insan məskənlərinin salınması, ilk insan məskənləri alt paleolit, yəni ümumiyyətlə də paleolit dövrünə aiddir. A variantını çıxırıq. İlk əkinçilik vərdişlərinin yaranması, bəli, mezolit dövrünə aiddir, orta daş dövrüdür. Rabitəli nitqin yaranması üst paleolit dövrüdür. C-ni çıxırıq. Nəsli qəbilə icmasının dağılması artıq bu erkən tunc dövrünə aiddir. Qəbilə icması dağılır, yerində ata xaqanlığı yaranır, ana xaqanlığı süqut edir. D variantı da yanlışdır. Əkinçinin əsas təsərrüfat sahəsinə çevrilməsi E variantı da yanlış cavabdır. Orta daş dövründə ilk əkinçilik vərdişlərinin yaranması düzgün cavabımızdır. Keçək 26-cı suala. Azərbaycanda ata xaqanlığının mövcudluğu. İnsanların kollektiv halında yaşayırlar. Ata xaqanlığının mövcudluğu dövründən fərqli olaraq deyir. Fərqli olaraq ana xaqanlığı dövründə. İnsanlar kollektiv halında yaşayırdı. Əlbəttə ki, bu ana xaqanlığı və ata xaqanlığı dövrü üçün oxşar cəhətdir. Bizdə isə ata xaqanlığı dövründən fərqli olaraq ana xaqanlığı dövrü üçün olan xüsusiyyət istəyir. A variantını çıxırıq. Metaldan alətlərin hazırlanması. Deməli, ata xaqanlığı dövründə tunc əldə edilmişdi. Ana xaqanlığı dövründə isə mis əldə edilmişdi. B variantını çıxırıq. Metal alətlərin hazırlanması oxşar cəhətdir. Əkinçilik və maldarlıq meydana gəlmişdi. Baxın, burada deyir meydana gəlmişdi. Meydana gəlməsi ana xaqanlığı dövrünə aiddir. Əgər əkinçilik və maldarlıq mövcud idi desəydi, əkinçilik və maldarlıqla məşğul olurdular desəydi, əlbəttə ki, bunu da oxşar cəhət kimi götürərdik. Ancaq meydana gəlmişdi dediyinə görə bu ana xaqanlığı dövrünə aiddir. C variantı oxşar cəhətdir. C variantı ana xaqanlığı dövrünə aiddir. D variantı ilə də Y variantında da saxsı qablar hazırlanması, əhalinin sənətkarlıqla məşğul olması hər ikisi üçün oxşar cəhətdir. Aha, 27-ci sualda bizdə nə deyir? 27-də deyir ki, Azərbaycanda eradan əvvəl 12-8-ci minilliklərdən fərqli olaraq 7-ci minillikdə olan hadisəni. 12-8-ci minilliklər bizdə bilirik ki, mezolit dövrünün xronologiyasıdır. 7-ci minillik isə neolit dövrünə aiddir. Yəni biz neolit dövrünə aid olan xüsusiyyəti tapasıyıq. Qan qohumluq əsasında insanların birliyinin mövcud olması hər ikisi üçün oxşar cəhətdir. Daşdan əmək alətlərinin hazırlanması bütün dövrlər üçün oxşar cəhətdir. İnsanların duluşçuluqla məşğul olması, bəli, duluşçuluq yaranır artıq neolit dövründə. C variantı düzgün cavabdır. Maldarlığın mövcud olması oxşardır. Axirət dünyasına ilə mövcud olmuşdur, oxşar cəhətdir. Cavab C variantıdır. 28-ci sualda yenə 12-8-ci minilliklərdən fərqli deyir 6-4-cü minilliklər. Bizdə yenə deyirəm 12-8-ci minilliklər mezolit dövrüdür. 6-4-cü minilliklər isə neolit, yəni mis daş dövrüdür. A variantında deyir ki, əhali toxuculuqla məşğul olurdu. Bəli, bu neolit dövründən artıq yarandı və davam eləyir. Ona görə doğru cavabımız A variantıdır. Çünki mezolit dövründə insanlar toxuculuqla məşğul olmurdu. B variantında deyir daş alətlər təsərrüfatda üstün yer tuturdu. Bəli, bu düzgün cavabdır. Sümükdən əmək alətləri hazırlanırdı. Bu da oxşar cəhətdir. Ana xaqanlığı hər ikisi ana xaqanlığı dövrünə aiddir. Axirət dünyasına inansa bütün dövrlərdə var idi.
29-cu sual. Uyğunluq gözlənilmişdir. Qəbilənin həyatında qadınlar mühüm rol oynayırdılar üst paleolit dövründə. Bəli, düzdür. Çünki üst paleolit dövründən yaranıb artıq qəbilə icması. A variantı düzgün cavabdır. İlkin şəhər mərkəzlərinin yaranması bu eneolit dövrü deyil, orta tunc dövrünə aiddir. İnsanlar suni od əldə etməyi öyrəndilər. Neolit dövründə deyil, orta paleolit dövründə. C variantı da yanlış cavabdır. Daşların deşilməsi və cilalanması bu neolit dövrünə aiddir və ona görə də neolit inqilabı adlanırdı. Mezolit dövrü deyil, D variantı da yanlış cavabdır. İlk metal əldə edilmişdir, orta daş dövründə deyil, xeyr, eneolit dövrünə aiddir. 30-cu sual. Yenə deyir ki, bizdə bayaqki suallarla oxşar sualda artıq bu Neandertal adam üçün səciyyəvi deyil. Ovçuluq və yığıcılıqla məşğul olması bu aiddir. Çünki mənimsəmə təsərrüfatıdır və insanların ilk vərdişləri, ilk gördükləri işdir bu ovçuluq və yığıcılıqla məşğul olmaq alt paleolit dövründən. A variantı aiddir. Ona görə də A variantını çıxırıq. Bizə aid olmayan soruşur. İbtidai maldarlığın əsasının qoyulması bu mezolit dövründədir. Artıq üst paleolitdən ağıllı insan yaranır və ona görə də B variantı ağıllı insan dövrünə aiddir. B variantı düzgün cavabımızdır. Təbiətin hazır məhsullarının mənimsənilməsi, bəli, C variantı mənimsəmə təsərrüfatı, istehlak təsərrüfatı. D variantı orta paleolitdə yaranması, bəli, Neandertal adam orta paleolitdədir. Təbii oddan istifadə edib, bəli, suni od əldə edilir, amma təbii oddan da istifadə edilibdir. E variantı da çıxırıq, çünki E variantı da Neandertal adama aid xüsusiyyətdir. 31-ci sual. Neandertal adam üçün yenə deyir ki, səciyyəvi deyil. Ovçuluqla məşğul olması, bəli, bu aiddir. A variantını çıxırıq. Daşdan əmək alətlərinin hazırlanması, B variantı da aiddir bütün dövrlərdə. Mənimsəmə təsərrüfatı ilə məşğul olması, deməli, C variantı aiddir. C variantında çıxırıq, çünki istehlak təsərrüfatıda təbiətin hazır məhsullarından istifadə edirdilər. Əkinçilik vərdişlərinə yiyələnməsi artıq bu ağıllı insanın dövrünə düşür, mezolit dövrüdür. Ulu icmada yaşaması isə bəli, orta paleolitdir. Neandertal adam orta paleolit dövründə yaşayıbdır və orta paleolitdə də mövcud olan insan birliyi ulu icma idi. E variantını da çıxırıq. Digər növbəti sualımız 32-ci sualdır. 32-ci sualda bizdə bacarıqlı insanın, ağıllı insanın Euler-Venn diaqramını veribdir. Deməli, variantlara baxırıq. Ulu icma halında yaşamışdır deyir. Ulu icma bilirik ki, alt paleolit dövründən alt paleolit dövründə idi, bir də orta paleolit dövründə mövcud olmuşdu. Yəni ona görə də birə aiddir A variantı. Ulu icma halında yaşayıb bacarıqlı insan. Birə A aiddir. Ona görə də gəlirik aşağıda variantlara baxırıq. Rahat işləməyinizə görə aşağıda variantları çıxa bilərsiniz. Baxırıq birdə A olan variantlara. C-də var, Y-də var. Ona görə də A-nı çıxırıq, B-ni çıxırıq və D variantını çıxırıq. Qalır C ilə Y variantımız. Daş, sümük və ağac əmək alətlərindən istifadə edilməsi. Bəli, bu bacarıqlı insan və ağıllı insan üçün oxşar cəhətdir. Bütün dövrlərdə istifadə olunub. 3-ə aiddir B variantı. Ox və kamanı ixtira etmişdir. Bildiyimiz kimi ox və kaman mezolit dövründə ixtira edilmişdir. Bu da ağıllı insan dövrünə düşür. 2-yə aiddir C variantı. İlk dəfə təbii oddan istifadə etmişdir. İlk dəfə təbii oddan istifadə edən bacarıqlı insan olmuşdur. Yəni alt paleolit dövründə. Birə aiddir A, D. Qəbilə icması halında yaşamışdırsa ağıllı insan. Çünki ağıllı insan üst paleolit dövründə yaranmışdır. 2-yə də aiddir Y. Doğru cavabımız 1 A, D, 2 C, Y, 3 isə B'dir. Cavab E variantıdır. 33-cü sual. Deməli, 33-cü sualda bizdə mətn verib. Mətndə deyilir ki, mezolit dövründə yığıcılıqla məşğul olan qadınlar toxumların yerə düşüb yenidən cücərdiyini, böyüdüyünü müşahidə edirdilər. Onlar ağacla, sümüklə və ya sivri daşla torpağı yumuşaldıb, ehtiyat saxladıkları yabanı bitki toxumlarının bir hissəsini bastırırdılar. Bu yolla ibtidai insanlar özləri üçün məhsul əldə edirdilər. Verilən proseslərin nəticəsində nə yarandı? Baxırıq variantlara.
İbtidai əkinçilik yarandı. Bəli, düzdür. İlkin əkinçilik vərdişləri yaranır artıq mezolit dövründə. İbtidai maldarlıq yaranması yanlış cavabdır. Əgər ev heyvanlarının əhilləşdirilməsindən söhbət gedərdisə, B variantını doğru cavab kimi götürə bilərdik. Heyvanların əhilləşdirilməsinə başlandı deyil. Bu da yanlış cavabdır. Çünki bizdə zaten mətndə əkinçiliklə bağlı olan məlumatlar verilibdir. Ona görə də cavab A variantıdır. 34-cü sual. 34-cü sualda deyir ki, mezolit dövründə yığıcılıqla məşğul olan qadınlar yenə bayaqki mətndən eyni mətndir. Burada isə variantlar fərqlidir. Yenə deyir, verilən bu proseslərin nəticəsində nəyin əsası qoyulur, nə meydana gəlir? Biz dedik ki, maldarlığın, ibtidai maldarlığın və ibtidai əkinçiliyin əsası qoyulur mezolit dövründə və bununla da artıq insanlar hazır nemətləri təbiətdən hazır nemətləri istifadə etmirdilər. Artıq özləri onları istehsal etməyə başlayırlar və buna görə də bunların nəticəsində istehsal təsərrüfatının əsası qoyulur. Cavabımız olur A variantı. 35-ci sual. Yenə bacarıqlı insan, neandertal insan və ağıllı insanın Euler Venn diaqramını verir. A variantında deyir ki, kollektiv formada yaşamışdır. Deməli, kollektiv formada yaşamışdır həm bacarıqlı insan, həm neandertal insan, həm də ağıllı insan. Bacarıqlı insanla neandertal insanda ulu icmadır, ağıllı insanda isə qəbilə icmasıdır. Ona görə 4 hər üçünün oxşar cəhətidir. 4-ə yazırıq A variantı. İlk yaşayış məskənlərinin salması bu alt paleolit dövrüdür, yəni bacarıqlı insana aiddir. 1B-dir. Orta paleolit dövründə meydana gəlməsi bu neandertal insandır. 2-yə aiddir C. Daşları cilalamağı bacarırdı. Daşların cilalanmağa başlanması, onların deşilməsi artıq neolit dövrüdür və neolit dövründə mövcud olan insan tipi ağıllı insan idi. Ona görə də 3-ə aiddir. D variantı. Ox və kaman ixtira edilib mezolit dövründə. Mezolit dövründə də ağıllı insan idi. Ona görə də 3-ə aiddir. D ilə Y. Doğru cavabımız 1B, 2C, 3D, Y, 4A. Cavab Y variantıdır. 36-cı sual. 36-cı sualda deyir ki, eradan əvvəl 12-8-ci minillikləri əhatə edən bu dövrdə heyvanlar uzaq məsafədən ovlanmağa başlandı. İbtidai maldarlıq və əkinçiliyin əsası qoyuldu. Haqqında bəhs olunan dövrdən fərqli olaraq insanlar. Bizdə mətndə bəhs edilən dövr mezolit dövrüdür. Yəni bizdə indi burada mezolit dövründən fərqli olaraq variantlarda verilən cavablardan düzgün olanını seçməyimizi istəyir. Yəni mezolit dövrünə aid olmasın. 36-da deyir ki, A variantında deyir ki, eneolitdə əkinçiliklə tanış oldular. Xeyr, əkinçiliklə insanlar eneolitdə tanış olmurlar. Mezolit dövründən artıq tanış olurlar. A variantı yanlış cavabdır. B variantında deyir, neolitdə ilk sənət sahələri ilə tanış oldular. Bəli, artıq dulusçuluq yaranır. B variantı düzgün cavabdır. Yeni sənət sahələri meydana gəlir. B variantı neolit dövründə. C-də deyir, üst paleolitdə qəbilədə yaşayırdılar. Baxın, mezolit dövründə də insanlar qəbilə halında yaşayırdılar. Yəni, ana xaqanlıq ətrafında birləşmişdilər. Ona görə də C variantı oxşar cəhətdir. C-ni çıxırıq. Erkən Tunc dövründə istehsal təsərrüfatı ilə tanış oldular. Artıq istehsala keçidin əsası mezolit dövründə qoyulmuşdu. Ona görə də bunun da oxşar cəhət kimi götürürük. C variantı da yanlış, D variantı da yanlış cavabdır. Orta paleolitdə ovçuluqla məşğul oldular. İnsanlar bütün dövrlərdə ovçuluqla məşğul olublar. Ovçuluq, yığıcılıq bunlar bütün dövrlərdə var idi. Y variantı da ona görə yanlış cavabdır. Doğru cavab B variantıdır. 37-ci sual. Mezolit dövründə başlayan hansı proses eneolit dövründə başa çatmışdı? Bildiyimiz kimi mezolit dövründə insanlar heyvanların əhilləşdirilməsinə başlamışdılar. Hətta ilk əhilləşdirilən heyvan at idi. Mezolit dövründən başlayıb eneolit dövründə başa çatır heyvanların əhilləşdirilməsi. Doğru cavab B variantıdır. 38-ci sual. Neolit dövründə qəbilənin həyatında baş vermiş dəyişikliklərə aid deyil. Neolit dövründə qəbilənin həyatında baş vermiş dəyişikliklərə aid deyil. Deyil, saxsı qabların hazırlanması. Saxsı qablar, bəli,
hazırlanırdı. Bizdə dəyişikliklərdən deyil deyə soruşur. Biri çıxırıq. İnsanların toxuculuqla məşğul olması, bəli. Əhalinin oturaq həyata keçməsi, bəli. Artıq neolit dövründə insanlar oturaq həyata keçmişdi. 1, 2, 3 cavablarına çıxırıq. Metaldan bəzək əşyaları hazırlanması. Metal bizdə eneolit dövründə kəşf olunub. Ona görə də doğru cavabımız yalnız 4-dür. 39-cu sual. Ana xaqanlığı dövrünə aid olmayan əlaməti soruşur. Yəni, ana xaqanlığı dövrünə aid deyil və ata xaqanlığı dövrünə aid ola bilər və yaxud da bizdən ulu icmaya aid olan bir hadisəni istəyə bilər. Variantlara baxırıq. Deyir, heyvanların qoşqu vasitəsi kimi istifadə edilməyə başlanması. Artıq bilirik ki, heyvanlardan qoşqu vasitəsi kimi istifadə edilməyə başlanması bu bizdə Tunc dövründən başlayır və Tunc dövründə də artıq ana xaqanlığı ata xaqanlığı ilə əvəz edilmişdi. Doğru cavabımız elə A variantıdır. Səsli nitqin yaranmasıdır, ox və kamanın ixtira edilməsidir, ibtidai maldarlığın, ibtidai əkinçiliyin qoyulmasıdır, heyvanların əhilləşdirilməyə başlanılması isə bunların hamısı ana xaqanlığı dövrünə aiddir. Doğru cavab A variantı eləyir. 40-cı sual. 40-da deyir ki, ana xaqanlığı dövrünə aid olmayan əlamət yenə bayaqki sualla oxşar sualdır. Baxırıq, insanların deyir qan qohumluğu əsasında birləşməsi, bəli, qəbilə icması, ana xaqanlığı A variantını çıxırıq. Heyvanlara inamın meydana gəlməsi artıq bu Tunc dövründən də ata sitayiş elan edilir. 40-da B variantı düzgün cavabdır. Yəni, ana xaqanlığı dövrünə aid deyil, artıq ata xaqanlığı dövrünə aiddir. Ox və kamanın ixtira olunması mezolit dövrüdür, yəni ana xaqanlığı dövrünə düşür. Toxu əkinçiliyinin yaranması, bəli, bu da neolit dövründədir, ana xaqanlığı dövrüdür. Misdən alətlərin hazırlanması isə eneolit dövrüdür, yəni ana xaqanlığı dövrüdür. Yadda saxlamaq lazımdır ki, ana xaqanlığı dövrü üst paleolit dövründən erkən Tunc dövrünə qədər mövcud olmuşdur. Artıq erkən Tunc dövründən isə ana xaqanlığını, ata xaqanlığı əvəz etmişdir. Suala keçmədən öncə demək istəyirəm ki, əgər videonu bura qədər izlədinizsə, zəhmət olmasa kanala abunə deyilsinizsə, abunə olmağı, şərh yazmağı unutmayın. Dərslərimiz haqqında əlavə məlumat almaq istəyirsinizsə, aşağıda göstərilən əlaqə nömrəsinə yaza bilərsiniz. Eyni zamanda ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, kanalın aşağısında göstərilən Telegram kanalımıza da qoşula bilər və testlərdən faydalana bilərsiniz. İndi isə keçək növbəti sualımızın izahına. 41-ci sual. Bizdə deyir ki, Orta Daş dövründə qəbilənin həyatında baş vermiş dəyişikliklərdən biridir. Yəni, mezolit dövründə qəbilənin həyatında baş verilən dəyişikliklərdəndir. Səsli nitqin meydana gəlməsi deyir. Səsli nitq artıq bizdə meydana gəlib üst paleolit dövründə. A variantını çıxırıq. Çox kiçik ölçülü mikrolit əmək alətlərindən istifadə edilməsi, bəli, düzgün cavab B variantıdır. İnsanların ana xətti ilə qohumluq əsasında birləşməyə başlanması, bu artıq üst paleolit dövründəndir. C-ni çıxırıq. Misdən ilk dəfə əmək alətlərinin hazırlanması eneolit dövrüdür. D-ni də çıxırıq. Ata xaqanlığının yaranması isə erkən Tunc dövrünə aiddir. Doğru cavabımız B variantıdır. 42-ci sual. Azərbaycanda yeni daş dövründə qəbilə icmasının həyatında yeni əlamətlərdən biri, yəni neolit dövrünə aid hadisəni soruşur. Axirət dünyasına inamın meydana gəlməsi bu bizdə paleolit dövrünə aiddir. A variantını çıxırıq. Əkinçilik və maldarlığın əsas məşğuliyyət sahəsinə çevrilməsi B variantı düzgün cavabdır. Cavabımız B variantıdır. Ana xaqanlığı dövrünün başa çatması erkən Tunc dövrünə aiddir. C variantını çıxırıq. İctimai həyatda qadınların aparıcı rol oynamağa başlanması deyir üst paleolit dövrüdür. Xış əkinçiliyinin yaranması isə erkən Tunc dövrünə aiddir. 43-cü sual. Azərbaycanda neolit dövründə qəbilə icmasının yeni əlamətlərindən biri. Daş alətlərin mis alətlərlə əvəz olunması, bu mis alətlərdən istifadə artıq eneolit dövrünə aiddir. Neolit dövrünə aid deyil. A çıxılır. Heyvanların əhilləşdirilməyə başlanılması mezolit dövründəndir. Toxuculuğun yaranması, bəli, C variantı düzgün cavabdır. Təsərrüfatda köçəri yaylaq maldarlığının meydana gəlməsi erkən Tunc dövrüdür. Kurqanların meydana gəlməsi isə bu da Tunc dövrünə aiddir, son Tunc dövrünə aiddir. Y variantını da çıxırıq, doğru cavabımız eləyir C variantı. 44-də alt paleolit və mezolit dövrü üçün bizdən
oxşar cəhətini soruşur. İlk insan məskənlərinin yaranması paleolit dövrünə aiddir. A-nı çıxırıq. İnsanların ulu icma adlanan kollektivdə yaşaması ulu icma alt paleolit dövrünə aiddir. Mezolit dövründə qəbilə icması idi. B variantını çıxırıq. İnsanların ana xətti ilə qohumluq əsasında birləşməsi, bəli, insanın ana xətti ilə qohumluq əsasında birləşməsi, bu da bəli mezolit dövrünə aiddir, ancaq alt paleolit dövrünə aid deyil. C variantını da çıxırıq. Çaxmaqdaşından əmək alətlərinin hazırlanması. Yenə deyirəm ki, əziz abituriyentlər, əziz izləyicilər, bütün dövrlər üçün daş alətlərdən istifadə edilmişdir. Ona görə də D variantı oxşar cəhətdir. Y variantında insanların sənətkarlıqla məşğul olması isə artıq bu nə alt paleolit dövrünə aiddir, nə mezolit dövrünə aiddir. Sənətkarlıqla məşğul olmaq artıq neolit dövründən başlayır. Y variantını da çıxırıq. 45-ci sual. Daş dövrünün mərhələlərini göstərir bizə. Paleolit dövrü və eneolit dövrü üçün. Deməli, paleolit dövrünün altından deyir ki, ulu icmanın yaranması. Bəli, ulu icma paleolit dövründə yaranıb. Bizdə artıq burada demir ki, ya alt paleolit, ya orta paleolit, ya üst paleolit. Sadəcə ümumi paleolit dövrünə aid olanları seçməliyik. Paleolit dövrünə aiddir ulu icma. Bəli, düzdür. Kür-Araz mədəniyyətinin formalaşması erkən tunc dövrüdür. B-ni çıxırıq. Variantlara baxırıq. 1-ə A olanlara baxırıq. D-ni çıxırıq. A-nı çıxırıq. Əmək alətlərinin daşdan hazırlanması. Bəli, düzgün cavabdır. Əmək alətləri daşdan hazırlanırdı. 1-ə aiddir. A, C. Və doğru cavabımız elə Y variantı çıxır. Eneolit dövründə deyir ki, mis alətlərin hazırlanması. Bəli, düzdür. Eneolit dövründə mis alətlər hazırlanmağa başlandı. Ana xaqanlığının mövcud olması. Bəli, düzgün cavabdır. Ana xaqanlığı mövcud idi həmən dövrdə. Toxuculuğun yaranması deyir. Yaranması artıq neolit dövrünə düşür. Ona görə də C variantını yanlışdır. Düzgün cavab Y variantıdır. 1-ə A, C, 2-yə isə A, B. 46-cı sual. Neolitlə eneolit üçün ümumi cəhətinin mezolit dövründən fərqləndirən xüsusiyyəti. Yəni, neolitlə eneolit dövrü üçün oxşardır. Ancaq mezolit dövründən fərqləndirir bu xüsusiyyət onu. Baxırıq. Deyir, ox və kamandan istifadə edilməsi. Baxın, ox və kaman ixtira edilib mezolit dövründə. Mezolit dövründə ixtira edildikdən sonra həm neolitdə, həm eneolitdə və artıq ondan sonraki bütün dövrlərdə istifadə edilib. Amma bizdə deyir ki, neolit və eneolit dövrü üçün oxşar cəhət olsun, amma mezolit dövründən fərqləndirsin. Ona görə də birini çıxırıq. Duluzçuluğun mövcud olması deyir. Artıq duluzçuluq neolit dövründən, demək, duluzçuluğun mövcud olması artıq neolit dövründəndir və bu mezolit dövrünə aid deyil və bu fərqləndirir. Bəli, 2 düzgün cavabdır. Əhalinin əkinçiliklə məşğul olması. Əkinçilik yaranır mezolitdə və yenə neolitdə və eneolitdə mövcud idi. Ona görə də 3-ü çıxırıq. Mikroid əmək alətlərindən istifadə edilməsi mezolit dövrünə aiddir və ondan sonraki bütün dövrlərdə də istifadə edilib. Mezolit dövründən başlayaraq 4-ü də çıxırıq və düzgün cavabımız yalnız 2A variantıdır. 47-ci sual. 47-ci sualda Euler-Venn diaqramıdır. Mezolit, paleolit və neolit dövrü üçün oxşar və fərqli cəhətlər istəyir. Baxaq, qəbilənin mövcud olması deyir. Qəbilənin mövcud olması, deməli, qəbilənin mövcud olması paleolit, neolit və mezolit dövrü üçün oxşar cəhətdir. Ona görə də A-nı götürüb yazırıq ortaya, 4-ə. 4A-dır. Deməli, bacarıqlı insanın yaranması. Bacarıqlı insan yaranıb alt paleolit dövründə, yəni paleolit dövrünə aiddir. 2-yə B aiddir. İstehsal təsərrüfatının əsasının qoyulması. İstehsal təsərrüfatının dedikdən əsası qoyulub mezolit dövründə. 1-ə aiddir C. Amma istehsal təsərrüfatı artıq formalaşıb. Desə, bunu götürərdik neolit dövrünə. D variantında deyir, saxsı qab istehsalının yaranması. Saxsı qab istehsalının yaranması neolit dövrünə aiddir. 3-ə aiddir. D. Heyvanların əhilləşdirilməsi deyir. Heyvanların əhilləşdirilməsi mezolit dövründən başlayır, eneolit dövründə başa çatır. Deməli, orada neolit dövrünə də bu düşür.
mezolit, neolit və eneolit dövründə heyvanların əhilləşdirilməsi baş vermişdi. Ona görə də götürürük 5-ə də Y variantını. Doğru cavabımız eləyir 1C, 2B, 3D, 4A və 5Y. Cavab E variantıdır. 48-ci sual. 48-də ağıllı insan, azıq adamı və neandertal insan. Baxaq, azıq adamı bizdə bilirik ki, azıq adamı Qarabağda Azıq mağarasından tapılmışdır və bu da alt paleolit dövrünə aid olan mədəniyyət nümunəsidir. Baxaq variantlara. Ağıllı insan üst paleolit dövrüdür, neandertal insan isə orta paleolit dövründə yaranmış insandır. Yəni, burayı istəyirsiniz yazağın. Burada yazaq alt paleolit, orta paleolit və üst paleolit. Daha rahat tapmağınız üçün qeyd etməyiniz daha yaxşıdır. Baxaq, ulu icmada yaşaması deyir. Bilirik ki, ağıllı insanda qəbilə icmasıdır. Amma alt paleolitdə və orta paleolitdə insanlar ulu icma halında yaşayırdılar. Ona görə də A-nı götürürük. 2 ilə 3-ün oxşar cəhəti kimi, yəni 5-ə yazacağıq. 5-də cavab A variantıdır. 5-ə götürürük A-nı. Ovçuluqla məşğul olması həm ağıllı insan, həm bacarıqlı insan, həm neandertal insan, yəni bütün dövrlərdə üçün oxşardır. 4-ə götürürük B variantı. Orta paleolit dövründə yaşaması qeyd etmişik. Baxın burada neandertal insan orta paleolitdə yaşayıb. Orta paleolit dövründə yaranması da neandertal insana aiddir. Metal işləmənin əsası qoyulması əlbəttə ki, ağıllı insanla eneolit dövründə 1-ə yazırıq deyim. Quruçay mədəniyyətinin yaranması isə əlbəttə ki, alt paleolit dövrünə aiddir. Alt paleolit dövrü Quruçay mədəniyyəti əsasında öyrənilmişdir. Doğru cavabımız eləyir 1D, 2Y, 3C, 4B, 5A. Cavab E variantıdır. 49. 49-cu sual baxaq. 49-cu sualda deyir ki, orta paleoliti alt paleolitdən fərqləndirən hansı cəhət və yaxud da cəhətlər üst paleolit üçün xarakterikdir? Sualın ilk öncə şərtini anlamağa çalışın. Deyir ki, orta paleoliti alt paleolitdən fərqləndirsin. Yəni, orta paleolitdə baş verib, amma alt paleolitdə baş verməyib, amma bu hadisə üst paleolitdə də mövcud olub. Yəni, üst paleolitlə orta paleolit üçün oxşar cəhəti soruşur əslində bizdən. Baxırıq variantlara. Suni oddan istifadə edilməsidir. Suni oddan istifadə, bəli, deməli, suni oddan istifadə edilib orta paleolit dövründə və üst paleolit dövründə. Suni od yaranır çünki orta paleolit dövründə. Orta paleolit dövründə yaranıbsa, artıq orta paleolit dövründən başlayaraq bütün dövrlərdə istifadə edilibdir. Ona görə də düzgün cavab 1-i götürürük. Heyvanların əhilləşdirilməsi deyir. Heyvanların əhilləşdirilməsinə başlanıb mezolit dövründən. Ümumiyyətlə, nə orta paleoliti burada götürürük, nə alta, nə üstə. İçini çıxırıq. Yığıcılığın mövcud olması bütün dövrlər üçün oxşar cəhətdir. 3-ü çıxırıq. Çünki bizdən deyir ki, üst paleolitlə orta paleolit üçün oxşar cəhət olsun, alt paleolit üçün oxşar cəhət olmasın. Belə deyim, başa düşəsiniz. Təbii oddan istifadə edilməsi də eyni zamanda alt paleolit dövründən insanlar təbii oddan istifadə etməyə başlayırlar, ta ki, yenə bütün dövrlərdə istifadə edilib. Ona görə də bizdə burada yalnız bir cavabı düzgün cavabdır. Baxaqın variantlarda da bəli, Y variantı yalnız bir cavabı düzgündür. 50-ci sual. 50-ci sualda deyir ki, ana xaqanlıq dövrünü ulu icma dövründən fərqləndirmir. Yəni, oxşar cəhətidir. Fərqləndirmir deyirsə, oxşarlıq tapasıyıq. Baxaqın, qohumluğa əsaslanan insan kollektivinin mövcud olması deyir. Qohumluğa əsaslanan, qan qohumluğuna əsaslanan deyirsə, bu ana xaqanlıq dövrüdür, ulu icma deyil. Bir fərqləndirir, biri çıxırıq. Sənətkarlığın yaranması deyir. Sənətkarlığın yaranması da ana xaqanlıq dövrünə aiddir, ulu icmaya deyil. İkini də çıxırıq. İnsanların istehsal təsərrüfatı ilə məşğul olması, bu da ana xaqanlıq dövrünə aiddir. Ulu icmada istehlak təsərrüfatı idi, yəni mənimsəmə təsərrüfatı idi.
4-də deyir ki, istehlak təsərrüfatının mövcud olması. Baxın, 4 düzgün cavabdır, yalnız 4. Çünki burada bizdə demir ki, istehlak təsərrüfatının yaranması və yaxud da başqa bir şey. İstehlak təsərrüfatının mövcud olması deyirsə, uşaqlar, istehlak təsərrüfatı ümumiyyətlə yəni ləğv edilmir. Bütün dövrlərdə də mövcud olub və istifadə edilirdi. Təbiətin hazır məhsullarından insanlar bütün dövrlərdə istifadə ediblər. Ona görə də düzgün cavab B variantıdır. Çünki bizdən oxşar cəhəti soruşurdu. 51-ci sual. 51-də deyir ki, verilən hər iki dövrün ümumi cəhətlərini müəyyən edin. Baxaq, burada deyir qədim daş dövrünün ortaları. Yəni, orta paleolit dövrü. Qədim daş dövrünün ortaları deyirsə, orta paleolit dövrüdür. Daş dövründən metal dövrünə keçid dövrü. Bu da bizdə eneolit dövrüdür. Yəni, indi bizdə burada deyir ki, eneolitlə orta paleolit dövrü üçün oxşar cəhət hansıdır? Baxağın, çaxmaq daşı və vulkanik şüşədən alətlərin hazırlanması, bəli, A variantı bütün dövrlərdə. Paleolit dövründən tutmuş, Tunc dövründə belə hətta çaxmaq daşlar, vulkanik şüşələrdən alətlər hazırlanıbdır. A variantı düzgün cavabdır. B-də deyir ki, insanlar suni və təbii yoddan istifadə edirlər. Əlbəttə, B variantıdır. Düz cavabdır. C-yə baxırıq, misdən alətlərin hazırlanması, misdən alətlər eneolit dövrünə aiddir. Orta paleolit dövründə misdən alətlər hazırlanmayıb. Misin kəşfi, ilk metalın kəşfi eneolit dövrü. C-ni çıxırıq, çünki bizdən ümumi cəhətdir, oxşar cəhətlərini götürməliyik. Axirət dünyasına inamın mövcud olması, bəli, orta paleolit dövründən digər dövrlərdə də mövcud olub. D variantı düzgün cavabdır. İnsanlar maldarlıqla məşğul olurlar, artıq bu mezolit dövründəndir, paleolit dövrünə aid deyil. Y variantı yanlışdır. Doğru cavabımız A, B, D variantıdır. 52-ci sual. Eyler-Venn diaqramına əsasən yenə uyğunluğu müəyyən edirik. Bacarıqlı insan və ağıllı insanın oxşarlığıdır, oxşar və fərqli cəhətləridir. Baxağın, deyir, alt paleolit dövründə yaşamışdır. Bayaqdan artıq bu bizdə neçənci sualdır ki, təkrarlanır demək olar ki, alt paleolit dövründə yaşamışdır bacarıqlı insan. 1-ə aiddir. A. Rabitəli nitqə deyir malik deyildi. Deyildi. Bəli, bacarıqlı insan rabitəli nitqə malik deyildi. Rabitəli nitq yaranıb ağıllı insan dövründə, yəni üst paleolit dövründə. Oddan istifadə etməyi bacarmışdı. Bu, hər ikisi üçün oxşar cəhətdir. Heyvanları əhəlləşdirməyə başlamışdı ağıllı insan. Toxuculuq və duluşçuluqla məşğul olmuşdur yenə ağıllı insan. Doğru cavabımız 1A, B, 2D, Y, 3C, D variantı. 53. Azərbaycanda neolit dövrü üçün səciyyəvidir. Baxaq, neolit dövrünə aid olanları götürürük. İstehsal təsərrüfatına keçidin əsasının qoyulması. Keçidin əsası qoyulub bizdə mezolit dövründə. 1-i çıxırıq, 1 mezolit dövrünə aiddir. Əhalinin oturaq həyata keçməsi, bəli, 2 düzgün cavabdır. İlk əkinçilik vərdişlərinin yaranması, deməli, mezolit dövrünə aiddir. B, 3-ü də çıxırıq. Saxsı qabların hazırlanması, bəli, neolit dövrünə aiddir. Düzgün cavabımız 2, 4-dür. 54. Ox və kamanın ixtira edilməsinin insanların həyatındakı əhəmiyyəti. Baxağın, heyvanları daha uzaq məsafədən ovlaya bildilər, bəli, və təhlükəsizliklərini qorudular. Deməli, biri 1-dir. Oddan istifadə edilməsinə imkan yarandı. Xeyr, artıq oddan insanlar zaten istifadə edə bilərdilər. 2 çıxırıq. Qida ehtiyatını artırmağa imkan verdi. Bəli, 1, 3 düzgün cavabdır. Əkinçilik əsas peşəyə çevrildi. Xeyr, 4-ü çıxırıq. 1, 3 düzgün cavabdır. 55. 55-də deyir ki, mezolit dövrünü üst paleolit dövründən fərqləndirirdi. Yəni, mezolit dövründə var idi, üst paleolit dövründə yox idi. 55-ə baxırıq. Ulu icmadan qəbiləyə keçidin başa çatması. Bu, üst paleolitdir. 1-i çıxırıq. İbtidai maldarlığın əsasının qoyulması, bəli, mezolit dövrünə aiddir. Bu, paleolit dövrünə aid deyil. Ana xaqanlığının meydana gəlməsi paleolit dövrüdür. 3-ü də çıxırıq. Ox və kamanın ixtirası deyir. Bəli, bu da mezolit dövrünə aiddir. Çünki bizdən mezolit dövrünə aid olanlar istəyirdi. Cavabımız 2, 4-dür.
56. Azərbaycanda eneolit dövrünü paleolit dövründən fərqləndirirdi. Yəni eneolit dövrünə aid olan hadisələri seçəcəyik. Misalətlərdən istifadə bəli, bir düzgün cavabdır. Təsərrüfatda daş alətlərin üstünlük təşkil etməsi bütün dövrlərdə var. 2-ni çıxırıq. İstehsal təsərrüfatının cəmiyyətin həyatında mühüm rol oynaması bəli, eneolit dövründədir. Axirət dünyasına inamın mövcud olması paleolit dövründən başlayaraq bütün dövrlərdə var. 4-ü də çıxırıq. Düzgün cavabımız 1, 3-dür. 57. Yeni daş dövrünə aid xüsusiyyətləri müəyyən edin. Yeni daş dövrünə, yəni neolit dövrünə aid xüsusiyyətləri istəyir bizdən. Baxağın, daş alətlərin deşilməsi və cilalanması, bəli, bu düzgün cavabdır. Heyvanların əhilləşdirilməyə başlanılması mezolit dövrüdür, 2-ni çıxdıq. Quruçay mədəniyyətinin formalaşması alt paleolit dövrüdür, 3-ü çıxırıq. Qış əkinçiliyinin meydana gəlməsi bu erkən tunç dövrünə aiddir. Bunu da çıxırıq. İlk sənət sahələrinin meydana gəlməsi, bəli, düzgün cavabdır, neolit dövrünə aiddir. Əhalinin oturaq həyata keçməsi, bəli, bu da aiddir. Düzgün cavab 1, 5, 6-dır. Orta daş dövrünə aid xüsusiyyətləri müəyyən edin. Mezolit dövrünə aid xüsusiyyətlər istər bizdən. Sümükdən alətlərin hazırlanması, bəli, düzgün cavabdır. Əkinçilik və maldarlığın insanların əsas məşğuliyyətlərinə çevrilməsi. Əsas məşğuliyyət mezolit dövründə deyil, 2-ni çıxırıq. İstehsal təsərrüfatının formalaşmasının başa çatması. İstehsal təsərrüfatının formalaşmasının başa çatması artıq bu neolit dövründədir. 3-ü də çıxırıq. İlk əkinçilik vərdişlərinin yaranması, bəli. İlk əkinçilik vərdişləri, ibtidai əkinçiliyin, ibtidai maldarlığın əsası mezolit dövründədir. 4 düzgün cavabdır. Duluşçuluğun yaranması neolit dövrünə aiddir. 5-i çıxırıq. Mikrolit alətlərdən istifadə edilməsi, bəli, bu da düzgün cavabdır. Doğru cavabımız 1, 4, 6-dır. 59-cu sual. Azərbaycanda alt paleolit dövrü üçün səciyyəvi idi. Deməli, iri tayfa birliklərinin yaranması, tayfa birlikləri tunç dövrünə aiddir. 1-i çıxırıq. Ulu icmanın yaranması, bəli, düzgün cavabdır. Suni odun əldə edilməsi, suni od orta paleolit dövrüdür. 3-ü çıxırıq. Qəbilə icmasının formalaşması, üst paleolit dövrü, 4-ü də çıxırıq. Sadə dini inancların meydana gəlməsi, bəli, alt paleolit dövrüdür. Düzgün cavab 2, 5-dir. Azərbaycanda eneolit dövrü üçün səciyyəvidir. Heyvanların əhilləşdirilməyə başlanılması. Başlanması deyirsə, bu mezolit dövrüdür. 1-i çıxırıq. Kurqan qəbirlərin meydana gəlməsi tunç dövrü, 2-ni çıxırıq. Sənətkarlığın əhalinin məşğuliyyətində mühüm yer tutması. Bu düzgün cavabdır. Daş alətlərin təsərrüfatda üstün yer tutması, bəli, doğru cavabdır. Cəmiyyətdə əmlak bərabərsizliyinin dərinləşməsi artıq tunç dövrünə aiddir. Doğru cavabımız 3, 4-dür. 61-ci sual. Azərbaycanda ulu icma və qəbilə icmalarının mövcudluğu dövrünə aid ümumi cəhəti müəyyən edin. Oxşarlığı sorulur bizdən. Deməli, maldarlığın mövcud olması xeyr, ulu icmaya aid deyil. 1-i çıxırıq. Əmək alətlərinin əsasən daşdan hazırlanması, bəli, oxşar cəhətdir. Dini mərasimlərin icrası üçün ibadətgahlar tunç dövrünə aiddir, erkən tunç dövrünə aiddir. 3-ü də çıxırıq. Cəmiyyətin həyatında qadınların mühüm yer tutması ulu icmada aid deyil. 4-ü çıxırıq. İnsanların yığıcılıqla məşğul olması, bəli, düzdür. Düzgün cavab 2, 5-dir. 62-ci sual. Azərbaycanda ulu icma və qəbilə icmasının mövcudluğu dövrünə aid ümumi cəhətləri müəyyən edin. Yenə baxırıq 1-ə. 1-də deyir ki, dəvəgözü və çaxmaq daşından kəsici alətlərin hazırlanması, bəli, bir düzgün cavabdır. İnsanların yalnız yığıcılıq və ovçuluqla məşğul olması, xeyr, artıq qəbilə icmasında insanlar yalnız yığıcılıq və ovçuluqla məşğul olmurdular. Yeni sənət sahələri meydana gəlmişdi. Əkinçiliklə, maldarlıqla məşğul olurdular. 2 yanlış cavabdır. İnsanların ana xətti ilə qohumluq əsasında birləşməsi bu ulu icma dövrünə aid deyil. Axirət dünyasına inamın mövcud olması, bəli, bu düzgün cavabdır. Əkinçiliyin insanların məşğuliyyəti içərisində əsas yer tutması bu ana xaqanlıq dövrünə aiddir. 5-i də çıxırıq. Düzgün cavab 1, 4-dür. 63-cü sual. Azərbaycanda neolit dövründən fərqli olaraq eneolit dövründə baş vermiş hadisə. İnsanların misdən əmək alətləri hazırlanması, bəli, 1 düzdür. Toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz olundu. Bu erkən tunç dövrüdür.
İnsanlar saxsı qablar hazırlamış və toxuculuqla məşğul olmuşdular. İnsanlar saxsı qablar hazırlamış və toxuculuqla məşğul olmuşdular. Bu hər ikisi üçün oxşar cəhətidir. Bizdən fərqli cəhətini istəyir. Ev heyvanlarının demək olar ki, hamısı əhilləşdirilmişdi. Bəli, eneolit dövründə heyvanların əhilləşdirilməsi artıq başa çatmışdı. 1-4 düzgün cavabdır. 64. 64-cü sualda deyir ki, neolit və eneolitin yenə bizdən oxşar cəhətini soruşur. Baxağın, deyir istehsal təsərrüfatının mövcud olması, bəli artıq istehsal təsərrüfatı yaranmışdı, bir düzgün cavabdır. Metaldan bəzək əşyalarının hazırlanması eneolit dövrünə aiddir, içini çıxırıq. Saxsı qabların düzəldilməsi, bəli oxşar cəhətdir, 1-3. Ovçuluq və balıqçılığın əsas məşğuliyyət sahəsi olması, artıq eneolit dövründən ovçuluq və balıqçılıq ikinci dərəcəli məşğuliyyətə çevrilmişdi. 4-ü ona görə də çıxırıq. Yanlışdır. Cəmiyyətdə qadınların mövqeyinin üstün olması 5, bəli düzgün cavabdır. Doğru cavab 1-3-5-dir. 65-ci sual. Paleolit və mezolit dövrlərinin oxşar cəhətləri. İstehsal təsərrüfatının mövcud olması deyir. Paleolit dövründə istehsal təsərrüfatı deyildi, istehlak təsərrüfatı idi. Ona görə də 1-i çıxırıq. Təsərrüfatda daş alətlərinin üstün yer tutması bəli düzgün cavabdır. İnsanların rabitəli nitqə malik olması bəli üst paleolit dövründən 2-3 düzgün cavabdır. Ovçuluqla məşğul olmaları bəli bu da düzgün cavabdır. Ulu icmanın mövcud olması paleolit dövrünə aiddir. Mezolit dövründə artıq qəbilə icması idi. Düzgün cavab 2, 3 və 4-dür. Digər bir suala keçək. 66-cı sual. 66-cı sualda mezolit dövrünü paleolit dövründən fərqləndirən hansı xüsusiyyətlər neolit dövrü üçün xarakterikdir? Yəni, mezolitlə neolitin bizdən oxşar cəhətlərini istəyir. Baxırıq, daşdan alətlərin hazırlanması deyir. Bu, həm mezolit, həm paleolit, həm də neolit dövrü üçün oxşar cəhətdir. Amma bizdə deyir ki, mezolitlə neolit üçün oxşar cəhətləri biri ona görə də çıxırıq. Baxırıq 2-yə. Heyvanların əhilləşdirilməsi bəli, mezolit dövründən başlayır, eneolit dövründə başa çatır. 2-dir. Mikrolit alətlərdən istifadə edilməsi bəli, düzgün cavabdır. İnsanların qəbilə icmasında yaşaması üst paleolit dövründən artıq bu başlayır. Ona görə 4-ü də çıxırıq. Əkinçilik vərdişlərinin mövcud olması isə bəli, düzdür, mezolit dövründən başlayır. Çünki bizdə sualda mezolitlə neolitin oxşar cəhəti olsun, paleolitdən fərqlənsin deyirdi. Ona görə düzgün cavabımız 2, 3 və 5-dir. Növbəti digər sual, 67-ci sual. 67-ci sualda deyir ki, ox və kamandan istifadə edərək heyvanları ovlayır, əkinçilik və maldarlıqla məşğul olurdu. İlk dəfə metaldan alətlər hazırlamışdı. Haqqında bəhs edilən insan tipindir. Yəni, bu bizdə ağıllı insandan əlbəttə ki, söz gedir. Ona görə də baxırıq aşağıdakı yazılanlara. Deyir, duluşçuluğun əsasını qoymuşdur. Bəli, ağıllı insan 67-dir, 1-dir. Qəbilədə yaşayırdı. Bəli, ağıllı insan qəbilə halında yaşamışdı. Əkinçilikdə xışdan istifadə etmişdir. Əkinçilikdə xışdan istifadə etmişdir. Bəli, düzgün cavabdır. Çünki ağıllı insan, baxın, üst paleolit dövründən yaranır. Artıq bütün dövrlərdə üst paleolitdən başlayaraq digər bütün dövrlərdə ağıllı insan mövcud olmuşdur. Ona görə də 1, 2, 3 düzgün cavabdır. İlk dəfə suyunu odu əldə etmişdir. Bu, Neandertal insana aiddir. 4-ü çıxırıq. Azıq insanı kimi tanınmışdırsa, bu da bacarıqlı insana aiddir. Yəni, alt paleolit dövrünə aiddir. Ona görə də 5-i də çıxırıq. Düzgün cavab 1, 2, 3-dür. 68-ci sual deyir, qədim insanlar həm mezolit, həm də neolit dövründə yığıcılıqla məşğul olmuşdur. Bəli, dediyimiz kimi bütün dövrdə insanlar yığıcılıqla məşğul oldular. Bir düzgün cavabdır. Əkinçiliklə məşğul olmuşdular. Bəli, mezolit dövründən başlayaraq artıq insanlar əkinçiliklə məşğul olub. Mikrolit alətlərdən istifadə edilməsi, bəli, bu da düzgün cavabdır. Oturaq həyat tərzi keçirdi. İnsanların artıq oturaq həyat tərzinə keçməsi neolit dövrünə aiddir. 4-ü çıxırıq. Ticarətlə məşğul olmaq isə bu da Tunc dövrünə aiddir. Bunu da çıxırıq. Yəni, mezolit dövrünə aid deyil. Bizdə mezolitlə neolitin oxşarlığını istəyir. 1, 2, 3 düzgün cavabdır.
69-cu sual. İbtidai icma quruluşuna aid hansı nəticə əlaqələr İbtidai icma quruluşuna aid hadisə nəticə əlaqələrini müəyyən edin. Baxağın, birdə deyir ki, qədim insanların yaşamaq uğrunda mübarizə aparması, insanların əmək alətləri hazırlaması. Bəli, bu düzgün cavabdır. Çünki insanlar özlərinin təhlükəsini qorumaq üçün də, yəni qida ehtiyatlarını qarşılamaq üçün də, qida tələbatını qarşılamaq üçün də əlbəttə ki, əmək alətlərini hazırlayırdılar. Bir düzgün cavabdır. 2-yə baxırıq, əmək fəaliyyətinin genişlənməsi, insanların şuurunun inkişaf etməsi. Bəli, bu da düzgün cavabdır. Toxuculuğun meydana gəlməsi ilə ibtidai incəsənət yaranmır. 3-ü çıxırıq. Misdən alətlərin hazırlanması, toxadan istifadə edilməyə başlanması. Baxın, misdən alətlərin hazırlanması eneolit dövrüdür. Toxadan istifadə artıq neolit dövrüdür. Bizdə hadisə nəticə. Hadisə baş verir və onun nəticəsində olan variantı seçməliyik. Ona görə düzgün cavab 1 ilə 2-dir. 70-ə baxırıq. Deyir, Azərbaycanın eradan əvvəl 6-4-cü minilliklər tarixinə aid xarakterik xüsusiyyətlər. Əlbəttə ki, ibtidai icma quruluşunu işləyərkən hər bir dövrün xronoloji ardıcıllığını, xronoloji dövrünü bilməliyik. 6-4-cü minilliklər bizdə eneolit dövrüdür. Eneolit dövrünə aid olan xüsusiyyətləri seçməliyik. Baxırıq, əkinçilik maldarlıqdan ayrılması. Əkinçilik maldarlıqdan ayrılması birinci ictimai əmək bölgüsü. Bu da erkən tunc dövrünə aiddir. Ona görə də biri çıxırıq. Daş alətlərin məişətdə üstün yer tutması, bəli, mis nə qədər də kəşf olunsa da, istifadə edilsə də, yumuşaq və möhkəm olmadığına görə tez sıradan çıxırdı. Ona görə də daş alətlər öz üstün yerini qoruyub saxlamışdı. 2 düzgün cavabdır. Dairəvi yaşayış evlərinin inşa edilməsi, bəli, düzdür, artıq eneolit dövründən. Torpağın toxa ilə yumuşaldılması, bəli, toxa yaranmışdı. Neolit dövründə artıq yaranmışdı və eneolit dövründə toxadan geniş istifadə edildiyinə görə hətta bu dövrü toxa əkinçiliyi dövrü də adlandırırdılar. 2, 3, 4 düzgün cavabdır. Dini ayinlərin icrası üçün ibadətgahların tikilməyə başlanması isə bu da erkən tunc dövrünə aiddir. Ona görə də düzgün cavabımız 2, 3, 4-dür. 71-ci sualda deyir, Azərbaycanın eradan əvvəl yenə 6-4 minilliklərinə aid olan xüsusiyyətlər istəyir, yəni eneolit dövrünə aid xüsusiyyətlər istəyir. Deyir ki, toxuculuqda iyuzluqlardan istifadə edilməsi, bəli, bu düzgün cavabdır, 1 aiddir. Daşdan əmək alətlərinin hazırlanmağa başlanması, bu paleolit dövrünə aiddir, çünki başlanması deyir. 2-ni çıxırıq. Əhalinin məşğuliyyətində sənətkarlığın mühüm yer tutması, bəli, düzgün cavabdır. İstehsal təsərrüfatına keçidin əsası qoyulub mezolit dövründə 4-ü çıxırıq. Bizə məlum olan ev heyvanlarının demək olar ki, hamısının əhilləşdirilməsi, bəli, eneolit dövründə başa çatır. Düzgün cavab 1, 3, 5-dir. 72-ci sual. Azərbaycanda eradan əvvəl 12-8-ci minillikləri və eradan əvvəl 6-4-cü minillikləri əhatə edən dövrlərə aid oxşar cəhətlər, yəni 12-8-ci minilliklər bizdə mezolit dövrüdür. Mezolit dövrü və eneolit dövrü üçün oxşar cəhət istəyir. Baxağın, deyir ki, misdən əmək alətlərinin hazırlanması, ilk metal alət mis olduğuna görə, mis də eneolit dövründə kəşf edildiyinə görə bu oxşar cəhət kimi götürülə bilmir. Biri çıxdıq. Heyvanların əhilləşdirilməsi, bəli, oxşar cəhətdir. Toxuculuğun insanların həyatında mühüm yer tutması bu mezolit dövrünə aid deyil. Qəbilə icmasının mövcud olması, bəli, düzgün cavabdır. Tayfanın ağsaqqallar tərəfindən idarə edilməsi isə bu da aid deyil. Doğru cavabımız 2, 4-dür. 73-cü sual. Azərbaycan tarixinin əvvəlki dövrlərindən fərqli olaraq neolitdə, yəni neoliti digər əvvəlki dövrlərdən fərqləndirsin. İnsanların ana xətti ilə qohumluq əsasında birləşməsi bu aiddir, oxşar cəhətdir. Yəni bunu çıxırıq. Təsərrüfatda əsas yeri maldarlıq və əkinçilik tuturdu. Bəli, bu düzgün cavabdır. İnsanlar oturaq həyata keçmişdir. Bəli, düzgün cavabdır. İri tayfa ittifaqlarının yaranması tunc dövrünə aiddir. Bizdə doğru cavab 2, 3-dür. 74-cü sual. Daş dövrünə aid olan xüsusiyyətləri müəyyən edin. Yəni, daş dövrü deyirsə əgər bizdən artıq paleolit dövründən ta ki erkən tunc dövrünə qədər aid olan bütün xüsusiyyətləri seçə bilərik. Baxağın,
Deyir ki, birincidə çaxmaq daşı və dəvəgözündən əmək alətlərinin hazırlanması. Bəli, bu düzdür. Bir aiddir. Daha sonra 2-də deyir, dini mərasimlərin icrası üçün ibadətgahlar tunc dövrüdür. 2-ni çıxırıq. Xış əkinçiliyinin meydana gəlməsi bu tunc dövrüdür. Bunu da çıxırıq. Köçmə yaylaq maldarlığının meydana gəlməsi erkən tunc dövrüdür. Bu da aid deyil. İnsanların mikroid əmək alətlərindən istifadə etməsi, bəli, bu düzgün cavabdır. Yeni istehsal sahələrinin meydana gəlməsi, bəli, daş dövründə, neolit dövründə yeni istehsal sahələri meydana gəlmişdi. 1, 5 və 6 düzgün cavabdır. 75-ci sualda yenə daş dövrünə aid bizdən xüsusiyyətlər istəyir. Quruçay mədəniyyətinin mövcud olması, bəli, bu paleolit dövrünə aiddir. 1 düzgün cavabdır. Bağçılıq və bostançılığın yaranması orta paleolit dövrünə aiddir. 2-ni çıxırıq. Kollektiv və dəfn etmə, ölü yandırma meydana gəlməsi, bu da tunc dövrünə aiddir. 3-ü də çıxırıq. Ayaqla hərəkətə gətirilən dulus çarxından istifadə edilməsi tunc dövrüdür. Ox və kamanın ixtira olunması, bəli, mezolit dövrüdür. Saxsı qabların istehsalına başlanılması isə neolit dövrüdür. 1, 5, 6 düzgün cavabdır. 76-cı sual. Paleolit dövrünü mezolit dövründən fərqləndirmir. Yəni, paleolitlə mezolitin oxşar cəhətini istəyir. Fərqləndirmir deyirsə, deməli bizdən oxşar istəyir. Baxırıq 76-da 1-ə. Deyir ki, sümükdən alətlərin hazırlanması, bəli, düzgün cavabdır. İlk yaşayış məskənlərinin salınması bu paleolit dövrünə aiddir. Salınması deyir, 2-ni çıxırıq. İnsanların ulu icmada yaşaması alt paleolit və orta paleolitə aiddir. 3-ü də çıxırıq. Axirət dünyasına inamın mövcud olması isə hər ikisi üçün oxşar cəhətdir. 1, 4 düzgün cavabdır. 77-də hansılarının yerini dəyirsək, deyir, xronoloji ardıcıllıq düzgün verilmiş olar. Gəlin ilk növbədə qurağın görəyin hansı dövrə aiddir. Deməli, Quruçay mədəniyyətinin yaranması alt paleolit dövrüdür. Alt paleolit dövrüdür. İlk insanın meydana gəlməsi. İlk insanın meydana gəlməsi bacarıqlı insandır. Bu da alt paleolit dövrüdür. Axirət dünyasına inamın yaranması orta paleolitdir. Qəbilənin meydana gəlməsi isə üst paleolit dövrüdür. Deməli, biz buradan deyək ki, hansılarını yerini dəyirsək, xronoloji ardıcıllıq düzgün verilmiş olar. Əlbəttə, birinci ilk insan meydana gələr ki, daha sonra onlar özlərinə bir mədəniyyət yaratsınlar da, elə deyilmi? Ona görə də 1 ilə 2-nin yerini dəyişəcəyik. Hadisələrin yerini dəyirsək, xronoloji ardıcıllıq düzgün verilmiş olar. Cavab 1 ilə 2-dir. 1 ilə 2-nin yerini dəyişsək, düzgün xronoloji ardıcıllıq alınar. Növbəti suala baxaq. Növbəti sualda bizdə xəritə və yaşayış yerlərinin adları verilib. Bizdə deyir ki, müvafiq olaraq damcılı, zar və buzeyr mağaralarının yerləşdiyi əraziləri müəyyən etməliyik. İlk öncə xəritədə baxaq ki, bizə verilən ərazilər hansılardır? 5 Qazaxdır, 2 Kəlbəcərdir, 1 Xocavənd ərazisidir, 4 Füzuli, 3 isə Cənub ərazisidir. Yəqin ki, buzeyr verdiyinə görə lirik götürəcəyik. Deməli, baxaq indi, damcılı mağarası biz bilirik ki, Qazaxda yerləşir. Qazaxda damcılı və daş salaqlı mağarası. Qazaxda 5-dir. Ona görə də üstündən yazıram 5. Zar Kəlbəcərdə yerləşdiyinə görə 2-dir. Lerikdə isə buzeyr mağarası olduğuna görə lirik də 3-dür. 5, 2, 3. Düzgün xronoloji ardıcıllığı belə gedir. 5, 2, 3. Baxın, əgər kodlaşdırmada falan sizə ardıcıl olaraq damcılı, zar və buzeyr mağaralarının yerləşdiyi ərazilər istəyirsə, bu cürə ardıcıllıqla yazmalısınız. Məsələn, 2, 5, 3 artıq deyə yazsanız, o artıq kodlaşdırmada səhv gedəsidir. 79-cu sual. Deyir ki, verilən ifadələrin hər ikisi hansı ərazilər üçün ortaq cəhətdir? Baxırıq, qədim insan məskənləri yerləşirdi və qayalar üzərində təsviri sənət nümunələri aşkar edilmişdi. Bilirik ki, ilk öncə qayalar üzərində təsviri sənət nümunələrinin aşkar edilməsi bu Qobustana aiddir. Qobustan qaya üzərində rəsmləri və Qobustan da 5-dir. Buraya yazırıq 5. Qədim insanların məskənlərinin yerləşdiyi ərazi isə 2-dir, Kəlbəcər, Tağlar və Zar mağarası. Cavab, doğru cavabımız ona görə də 2
5-dir. Baxırıq 80-ə. 80-də deyir ki, Göytəpə və Kamiltəpə yaşayış yerlərini müvafiq olaraq müəyyən edin. İlk öncə bilməliyik ki, Göytəpə və Kamiltəpə hansı ərazilərdədir? Göytəpə Tovuzdadır, Kamiltəpə isə Ağcabəddidə olan yaşayış məskənidir. Baxırıq xəritəyə. Xəritədə Tovuz 4 ərazisidir. 4 Tovuzdur. Göytəpə Tovuzda yerləşir. 3 isə Ağcabəddi ərazisidir. Kamiltəpə də 3-də yerləşir. Ağcabəddidə. Düzgün cavab olur 4, 3. 81-ci sual. Qədim daş dövrünün sonlarında. Qədim daş dövrü paleolit dövrüdür. Yəni paleolit dövrünün sonlarında baş vermişdir. Nəsli icma meydana gəldi. Bəli, artıq üst paleolit dövründə qəbilə icması, nəsli icma yaranır. Biri 1-dir. Cəmiyyətdə ana xaqanlığın hakim olduğu dövr başladı. Bəli, 2. Qədim insanların ilk birgə yaşayış forması meydana gəldi. Qədim insanların ilk birgə yaşayış forması ulu icmadır. 3-ü çıxırıq. Ulu icmada alt paleolit dövründən mövcuddur. İnsanlar obsidiyandan alətlər hazırlamağa başlamışdı. Bu da alt paleolit dövründəndir. 4-ü də çıxırıq. Düzgün cavabımız 1, 2-dir. Çünki bizdə qədim daş dövrünün sonlarında deyə soruşur. 82-də daş dövrünün sonlarında deyir. Deməli, baxaq, 82-də saxsı qablar hazırlanırdı. Bəli, bir düzgün cavabdır. Artıq neolit dövründə, daş dövrünün sonlarına doğru neolit dövründə saxsı qablar hazırlanmağa başladı. Qəbilə meydana gəlmişdi. Bu üst paleolit dövründədir. Ona görə də 2-ni çıxırıq. Toxa əkinçiliyi mövcud idi. Bəli, düzgün cavab da neolit dövründə. Gəmiçilik mövcud olmuşdu. Deməli, düzdür. 4 düzgün cavabdır. 5 tayfa ittifaqlarının mövcud olması artıq bu erkən Tunc dövrünə aiddir. Düzgün cavabımız 1, 3, 4-dür. 83-cü sualda verilənlərin hər ikisi hansı dövrlərin ümumi cəhətləridir? Cilalanmış alətlərin istifadə edilməsi, əkinçilərin biçin işlərində oraqdan istifadə etməsi. Bu əlbəttə ki, cilalanmış alətlərdən istifadə edilməsi neolit dövrünə aiddir. Artıq neolit dövründən başlayaraq eneolit dövründə də istifadə edilibdir. Biri yeni daş dövrü 4-dür, yəni neolit dövrüdür. Əkinçilərin biçin işlərində oraqdan istifadə etməsi, bəli, yenə deyirəm, yeni daş dövründə və neolit və eneolit dövrlərində oraqdan istifadə edilibdir. Bir də mis daş dövrü 2-4 düzgün cavabdır. Orta daş dövründə cilalanmış alətlərdən istifadə edilməyib, oraqdan istifadə edilməyib. Oraq yaranmışdı neolit dövründə. Neolit dövründə yaranır və digər dövrlərdə artıq istifadə edilir. Keçirik 84-cü sual. Ulu icma və nəsli icmanın ümumi cəhətləridir. Yenə oxşarlıq istəyir bizdən. İnsanların birlikdə yaşaması, bəli, bu düzgün cavabdır. Qan qohumluğuna əsaslanması bu nəsli icmasına, qəbilə icmasına aiddir. 2-ni çıxırıq. Qədim daş dövründə meydana gəlməsi deyirsə, bəli, düzgün cavabdır. Biri alt paleolitdə meydana gəlib, nəsli icma isə üst paleolitdə meydana gəlib. İnsanların xüsusi əmlaka sahib olması, xeyr, paleolit dövründə belə bir şey yoxdur. Doğru cavab 1-3-dür. 85-də Azərbaycanda ibtidai icma quruluşuna aid olan hadisələrin xronoloji ardıcıllığını müəyyən etməyimizi istəyir. Baxağın, heyvanların əhilləşdirilməsinin başa çatması bu eneolit dövrüdür. İlk əkinçilik vərdişlərinin yaranması mezolit. Qəbilə icmasının yaranması üst paleolit. Neandertal adlı yeni insan tipinin yaranması isə orta paleolit dövrüdür. Başlayırıq quraşdırmağa. İlk öncə gəlir 4. Neandertal insan, orta paleolit, daha sonra üst paleolit, mezolit və eneolit dövrü. 4, 3, 2, 1 düzgün cavabdır. Yenə xronoloji ardıcıllıq istəyir bizdən. İbtidai maldarlığın əsasının qoyulması mezolit dövrüdür. İnsanların toxuculuqla məşğul olmağa başlanması artıq bu neolit dövrüdür. Tuncdan əmək alətlərinin hazırlanmağa başlanması isə erkən Tunc dövrünə aiddir. Düzgün xronoloji ardıcıllığımız mezolit, neolit və erkən Tunc dövrüdür. Yəni 1, 2 və 3. 87-ci sualda xronoloji ardıcıllığı müəyyən edin.
Müasir insan tipinin yaranması. Müasir insan tipi bizdə Neandertal insandır. Neandertal insan deməkdir. Neandertal insanda orta paleolit dövrüdür. İlk şəhər məskənlərinin yaranması orta tunç dövrüdür. Mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsasının qoyulması isə mezolit dövrüdür. Düzgün xronoloji ardıcıllığımız deməli gəlir birinci 1, 3 və 2. 88-ci sual. Azərbaycanda yenə ibtidai icma cəmiyyətinə aid olan xronoloji ardıcıllıqdır. Tayfalar yarandı bizdə erkən tunç dövrünə. Qədim insanların ilk dəfə oddan istifadə etməsi, ilk dəfə oddan istifadə alt paleolit dövrü. Ağıllı insanın yaranması üst paleolit. İbtidai maldarlığın əsasının qoyulması isə mezolit dövrüdür. Düzgün xronoloji ardıcıllığımız alt paleolitdən başlayır. 2, daha sonra 3 üst paleolit dövrü, daha sonra mezolit və erkən tunç dövrü. 89-cu sual. Duluşçuluğun yaranması neolit. Boyalı qablar mədəniyyətinin formalaşması orta tunç. Ata xaqanlığının ana xaqanlığını əvəz etməsi erkən tunç dövrüdür. Heyvanların əhilləşdirilməsinə başlanılması mezolit dövründəndir. Düzgün yenə xronoloji ardıcıllığımız olacaq. Birinci gəlir mezolit dövrü 4. Daha sonra gəlir 1 neolit dövrü, orta tunç dövrü və erkən tunç dövrü və orta tunç dövrü. Düzgün cavabımız 4, 1, 3 və 2 olacaq. 90-cı sual, 90-da uyğunlaşdırmadır. Paleolit, neolit və eneolit dövrlər üçün uyğunlaşdırmadır. Baxırıq, deyirik. Deməli, Qəbilə icmasının meydana gəlməsi. Qəbilə icması meydana gəlib paleolit dövründə, paleolit dövrünün üst paleolit mərhələsində birə aiddir A. Neolit dövrünə aid. Deməli, neolit dövrünə aiddir ilk sənət sahələrinin meydana gəlməsi. 2-yə aiddir B. Eneolit dövrünə aiddir ilk metalın əldə edilməsi. C variantında deyir ki, əkinçiliyin maldarlıqdan ayrılması. Əkinçiliyin maldarlıqdan ayrılması birinci istimai əmək bölgüsüdür. Bu da erkən tunç dövrünə düşür. Heyvanların əhilləşdirməyə başlanılması isə mezolit dövrüdür. 91-ci sual. Uyğunluğu yenə müəyyən edindir. Uyğunluğu mezolit dövrü. Əkinçiliyin maldarlıqdan ayrılması dedik ki, erkən tunç dövrüdür. Əhalinin oturaq həyata keçməsi neolit dövrüdür. 2-yə aiddir B. Ox və kamanın yaradılması mezolit dövrüdür. 1-ə aiddir C. Köçmə yaylaq maldarlığının meydana gəlməsi erkən tunç dövrüdür. Əkinçilik maldarlığından ayrılması erkən tunç dövrüdür. 1-ə aiddir A ilə, 3-ə aiddir A ilə D. İbtidai maldarlığın əsasının qoyulması isə mezolit dövrünə aiddir. Deməli, 1-ə aiddir C, Y, 2-yə aiddir B, 3-ə aiddir A, D. 92-ci sual. İbtidai icma quruluşuna aid uyğunluğu müəyyən edin. Ana xaqanlığı dövrü və ata xaqanlığı dövrü. Baxın, burada ana xaqanlığı dövrünü artıq götürürük. Üst paleolit dövründən erkən tunca qədər. Ata xaqanlığı dövrü isə erkən tuncdan başlayır. Baxın, ikinci böyük ictimai əmək bölgüsünün baş verməsi orta tunç dövrüdür. Ata xaqanlığı dövrünə düşür. 2-yə aiddir A. Saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxından istifadə edilməsi. Ayaqla hərəkətə gətirilən dulus çarxı son tunç dövrünə aiddir. Bu da ata xaqanlığı dövrünə aiddir. 2-yə aiddir A ilə B. Mikroid əmək alətlərindən istifadə edilməsi. Mikroid əmək alətlərindən istifadə mezolit dövrüdür. Yəni ana xaqanlığı dövrüdür. 1-ə aiddir C. Əhalinin oturaq həyata keçməsi neolit dövrüdür. 1-ə aiddir C-dir. Daşdan ilk əmək alətlərinin hazırlanması isə, deməli, bu daşdan ilk əmək alətlərinin hazırlanması alt paleolit dövrüdür. Alt paleolit dövründə isə ulu icma mövcud olmuşdur. Bizdə isə ana xaqanlığı dövrü istəyir. Ona görə də Y variantı aid deyil. Düzgün cavab 1-ə aiddir C-dir, 2-yə aiddir A, B. 93-cü sual. Ox və kamanın meydana gəldiyi dövr, yəni bizdən mezolit dövrünü istəyir və bacarıqlı insanın yaşadığı dövr
alt paleolit dövrünü. Baxaq, metaldan istifadə edilməsi eneolit dövrüdür. A-nı çıxırıq, A aid deyil. İbtidai əkinçiliyin yaranması bəli mezolit dövrünə aiddir. 1-ə aiddir. B. Ana xaqanlığının süqut etməsi bu artıq erkən tunç dövrünə aiddir. C-ni heç birinə aid deyil, çıxırıq. İlk insan məskənlərinin salınması bəli alt paleolit dövründə bacarıqlı insanın yaşadığı dövrə aiddir. 2-yə aiddir. D. Fiziki güc tələb edən kişi əməyinin ön plana keçməsi, yəni ata xaqanlığının yaranması, bu da erkən tunç dövrünə aiddir. Yeni də çıxırıq. 1-ə aiddir. B. 2-yə aiddir. D. Düzgün cavabdır. 94-cü sual. Deyir, Azərbaycanda təxminən eradan əvvəl 35 və 12-ci minilliklər arasındakı dövrə əhatə edir. Bu dövr bizdə üst paleolit dövrüdür. Eradan əvvəl 6-cı, 4-cü minillikləri əhatə edən dövr isə bizdə eneolit dövrüdür. Yəni, üst paleolit və eneolit dövrünə aid olan hadisələri seçirik. 1-ə baxırıq, deyir, ana xaqanlığının ata xaqanlığı ilə əvəz edilməsi. Bu heç birinə aid deyil, bu erkən tunç dövrünə aiddir. A-nı çıxırıq. Misdən ilk dəfə istifadə edilməsi eneolit dövrünə aiddir. 2-yə B-dir. Üst paleolit kimi xarakterizə edilməsi bəli, eradan əvvəl 35 və 12-ci minillikləri əhatə edir. 1-ə aiddir. C. Müasir insan tipinin yaranması, müasir insan tipi neandertal insan tipidir. Bu aid deyil. D-ni çıxırıq. Üzrü sayın 1 C dedi. Müasir insan tipi 1'ə aiddir. C, D. 2'ye də aiddir. B və Y. Dairəvi yaşayış evlərinin inşa edilməsi. B, Y düzgün cavabdır. Deməli, 95-ci sual. 95-ci sualda deyir artıq uyğunluğu müəyyən edin. Azərbaycanda təxminən 100 min il bundan əvvəldən 35 min il bundan əvvələ qədərki olan dövrü əhatə edir və eradan əvvəl 12-8-ci minillikləri əhatə edən dövrdür. Birinci 100 min il bundan əvvəldən 35 min il əvvələ qədər olan dövr bizdə orta paleolit dövrüdür. 12-8-ci minillikləri əhatə edən dövr isə mezolit dövrüdür. Baxağın, deməli, orta paleolit dövrünə aid olanlara baxırıq. 1'ə aiddir C, orta paleolit dövrü kimi xarakterizə edilməsi və aiddir Y, neandertal insan tipinin formalaşması. 1'ə aiddir C ilə Y. 2'yə aiddir, mezolit dövrünə aiddir. İlk əkinçilik vərdişlərinin yaranması B variantı və mikroid əmək alətlərindən istifadə D variantı. Daşdan əmək alətlərinin hazırlanmağa başlanması isə alt paleolit dövrünə aiddir. Düzgün cavab 1 C, Y, 2 B, D. 96-cı sual. Uyğunluğu müəyyən edin. Paleolit, mezolit və neolit dövrü. Paleolit dövrü Quruçay mədəniyyətinin formalaşması. Bəli, 1'ə aiddir. Y variantı. 2'yə aiddir. Mezolit dövründə mikrolit əmək alətlərindən istifadə və istehsal təsərrüfatına keçidin əsasının qoyulması. 2'yə C, D. 3'ə aiddir. Saxsı qabların hazırlanması. A. Xış əkinçiliyinin yaranması erkən tunç dövrünə aiddir. Ona görə də B-ni çıxırıq. B heç birinə aid deyil. Düzgün cavab 1 Y, 2 C, D, 3 A. Bu qədər testimizi artıq yekunlaşdırdıq. Videomuzu bəyənməyi, kanala abunə olmağı və şərh yazmağı unutmayın. Növbəti dəfə tunç dövrünə aid testin izahı ilə qarşınızda olacağam. Dərslərimizdən məlumatlı olmaq üçün aşağıda göstərilən Telegram kanalımıza qoşula bilərsiniz. Uğurlar, Allah'a emanet olun.